birinci başlayaq. 1-2 yaşlı. 1-2 yaşlı uşaqlarda əşyavi manipulyativ fəaliyyət. Ləman nə deyə bilərik? Əşyavi manipulyativ fəaliyyət deyəndə 1-2 yaşda. Uşağın diqqətini ətrafda olan əşyalara zəb olunması, əşyalarla başa salmaq. 1-2 yaşda. 1-2 yaşda. Əşyaların adlarının öyrənməsi, fərqlənməsi. Baxın, ətrafdakı əşyalar onun diqqətini cəlb etmiş olacaq. Bu nə olmuş oldu artıq? 1-2 yaşlı. Bəs yaxşı, 1-2 yaşda Jalə ünsiyyət deyəndə nəyi nəzərdə tuturuq? Onlara 1-2 yaşda insanların bir-birlərinə niyə ünsiyyət qurduğunu, əhəmiyyətini uşaqlara izah eləmək, davranış qaydalarını uşaqlara izah eləmək, ünsiyyət vasitələrini uşaqlara başa salmaq. 1-2 yaşlı uşaq neçə sözə qədər? 3 300 sözdür, bəli. Məsələn, onlarda tam dialoq, ifadə bildirmə varmı? Xeyr. Şəbnəm, 1-2 yaşda bəs oyunla bağlı nə deyirik? Nəyi qeyd edəcəyik? Oyuncaqlarla oyunun təşkil olunmasıdır. Uşaqların ətrafında onun sevdiyi oyuncaqların olmasıdır. Baxın, 1-2 yaşlı mahiyyətini başa düşür. Əgər oyun deyirsə, yadda saxlayın. 1-2 yaşda olan uşaq. Hələ ünsiyyəti, axı dedik onun ünsiyyət qurma bacarığı, diyaloq bacarığı olmadığı üçün 1-2 yaşlı uşaq özü tək oynayacaq. Yəni oyuncaqlarla oynayırsa, tək başına oynayırsa, burada artıq nəyə aid, hansı yaşa aid etmiş olur? 1-2 yaşa. Yəni burada 1-2 yaşda diqqətli olun, bircə oyunu vurgulamırıq, tək oyunu vurgulayırıq ki, sonra oyuncaqları ilə oyunu. Ona əsasən də bunun səbəbi nə idi? Niyə 1-2 yaşda oyunda deyirik tək oynayır? Səbəbi nədir? Necə? Ay sağ olun, ünsiyyət olmadığı üçün, bəli, doğrudur. Sonra Zümrüt, əmək fəaliyyəti ilə bağlı nə deyirik 1-2 yaşda? Uşaqda ən əsas fəaliyyət oyunda, amma biz oyunu elə qurmalıyıq ki, onun içində əmək də olsun. Əmək fəaliyyəti uşaqlarda balaca vaxtdan aşılanmalıdır. Bu zaman uşaqlar böyüklərin əməyinə qarşı maraq yaratmaq lazımdır. Onlar böyüklərin əməklərinə baxıb, onlar kimi hərəkət eləməyə başlayırlar. Məsələn, uşaq özü deməli, əməkdə burada nəyə əsas diqqət edilir? Məsələn, oyuncaqları toplamaq. Bu artıq nə oldu? 1-2 yaşda əməyə aid oldu. Yəni, baxın, yadda saxlayın ki, oyundur, ünsiyyətdir, əməkdir, bütün yaş dövrlərində var. Yəni, biz bu üçünü, digərləri məsələn, əşyavi manipulyativ, sadəcə 1-2 yaşda, bir də 2-3 yaşda qeyd edirik. Amma burada oyun, ünsiyyət, əmək bütün yaş dövrlərində qeyd edirik. Daha sonra? Məsələn, oyun oynadıqdan sonra arxasında oyuncaqlarını yığışdırmalıdır və yaxud da əmək əşyalarını adlandırır, onları bir-birindən seçə bilir və s. Böyüklərin köməyi ilə. Bəli, burada oyuncaqları toplaması, böyüklərin köməyi ilə nəyisə etməsi, çünki hələ özünü tam dərk etmir axı, ona görə. Bəs yaxşı, Samirə, mədəni davranış vərdişlərinin aşılanması deyəndə, necə götürük mədəni davranış vərdişlərinin aşılanması? Uşaqlarda etik qaydaların yavaş-yavaş formalaşmağa başlaması, onlarda normallardır, qaydalardır, həmin qaydalara uyğun uşaqlarda davranışın yaranması. Baxın, diqqətli olun, 1-2 yaşda mədəni davranışın aşılanması deyəndə olar, olmaz, sözlərini dərk etmək, ondan istifadə etməyi nəzərdə tutmur. Məsələn, uşaq bu qələmi götürmək istəyir. Siz deyirsiniz ki, olmaz. Uşaq artıq mədəni davranışın aşılanması deyəndə biz ona artıq bunu aşılayırıq ki, sənə olmaz deyəndə onu götürməməlisən. Olar deyəndə onu etməlisən. Bununla yadda saxlaya bilərsiniz ki, yəni 1-2 yaşda mədəni davranışın aşılanması deyəndə onlara sağ oldu, olar, olmaz. Bu tip sözlərin mənasını aşılayırsınız. Aşılamaq. Baxın, demir ki, mən uşağa deyəndə bunu etmə, o etmir. Bilirsiniz də, hissi hərəkədə necə idi? Ancaq toxunma ilə onları yadda yəni başa düşürlər. Ona görə də aşılanır ki, yəni onlara nəyisə götürmə deyəndə, bu olmazsa bunu götürməməlisən və yaxud da bu olarsa, təsdiq edirəmsə götürə bilərsən. Bu da 1-2 yaşda mədəni davranışdır. Deməli, 1-2 yaşda hansı qaldı? Ünsiyyəti dedik. Oyun, bədii fəaliyyət qaldı. Bədii fəaliyyətlə bağlı necə qeyd edirik 1-2 yaşda? Sənətə olan marağını artırmaq, onların böyüklərin əl işlərinə, oxumalarına, şəkil çəkmələrine baxaraq onlara maraq yaranması, bir də onların bəli, təqlid etmə. Baxın, burada bədilikdə bir zövq olduğu üçün biz artıq uşaqlara 1-2 yaşdan o zövqü belə deyək, aşılayırıq. Ona görə də 1-2 yaşda əsas hansılardır desək, əşyavi manipulyativ, ünsiyyət, əmək,
oyun, mədəni davranışın aşılanması bədii fəaliyyət. Aydın olarmı? Bir iki yaş tam aydın oldum sizə? Aha.